Torpağın vaxtında və düzgün şumlanması qarşıdakı əkin prosesinin əsas mərhələlərindən biridir. Bu proses məhsuldarlığın əsas təməlini formalaşdırır. Yayın isti havaları şəraitində torpaqda həddən artıq quruma gedir. Bu da gələcək əkinlərin, yəni becərilmələrin aparılmasında müəyyən çətinliklər yaradır. Vaxtında aparılmış şum isə torpağın gələcək becərilmələrinin də asanlaşmasına, yəni orada aparılacaq texniki tədbirlərin, agrotexniki tədbirlərin aparılmasını azaltmış olur. Belə ki, həddən artıq quru torpaqlarda aparılan şum zamanı kəssəklər əmələ gəlir ki, bunu da xırdalayıb doğramaq üçün əlavə texnikaya, əlavə vaxta və yaxud əlavə maliyyə vəsaitinə ehtiyac olmuş olur. Şumun vaxtında aparılması ilə yanaşı, onun dərinliyi də torpağın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir. Ərazinin relyefi, torpaq qatının qalınlığı və əkin sahəsinin xüsusiyyətləri burada əsas amillərdir. Aran ərazilərdə, yəni torpaq qatı, əkin qatı dərin olan torpaqlarda şumun 25-30 sm aparılması lazımdır. Dağlıq və dəmiyə ərazilərdə isə torpaq qatı bildiyimiz kimi şum qatı dayaz olduğundan burada 8-10 sm şum aparılması məqsədə uyğundur. Muxtar Respublikada artıq şum işlərinə başlanmışdır. Bütün rayonlarımızda demək şum işləri aparılır və bu günə qədər 940 hektara yaxın şum işləri həyata keçirilmişdir. Şumun aparılmasının digər əhəmiyyəti də odur ki, burada yaşayan zərərvericilərin inkişaf dövrünü pozmuş oluruq. Həmçinin bitki alaqotlarının kökləri kəsilmiş olur, toxumları torpağın alt qatlarına çevrilmiş olur ki, bu da onların gələcəkdə inkişafının qarşısını alır. Beləliklə, şum yalnız torpağın çevrilməsi deyil, həm də sahələrin növbəti əkinə hazırlanmasını təmin edən kompleks agrotexniki tədbirdir. Hazırda işlərin geniş aparıldığı ərazilərdən biri də Babək rayonudur. Babək rayonu kənd təsərrüfatı potensialı seçilən rayonlarımızdan biridir və əkinçilik burada əsas təsərrüfat sahələrindən biridir. Hazırda rayonumuzda növbəti əkin mövsümünə hazırlıq çərçivəsində payızlıq şum işləri aparılır. Rayonun qəsəbə və kəndlərində fermerlər və torpaq mülkiyyətçiləri payızlıq şum işlərini davam etdirərək növbəti əkin mövsümünə hazırlayırlar. Hazırda rayonumuzda 500 hektardan çox sahə şumlanıb. Ümumilikdə Babək rayonunda növbəti əkin mövsümünə hazırlıq işləri davam edir. Payızlıq şumun əsas məqsədlərindən biri qarşıdakı taxıl əkinləri üçün torpağın əlverişli vəziyyətə gətirilməsidir. Fermerlər də sahələrdə işləri agrotexniki tədbirlərə uyğun təşkil etməyə çalışırlar. Bu mənim bostan sahamdır bura. Bura fikrim var ki, payızlıq şum eləyəm, 5 hektara qədər yeri payızlıq şum eləyəcəyəm. Biraz tarxımı pozmuşam, biraz bostan tərəvəzi pozmuşam, qutarıbdır. Badımcan saham hələ vardı, yığırıq. 5 hektara yaxın payızlıq şum eləyəcəyəm. Onlarda arpa və buğda əkməyi planlaşdırmışam. Muxtar Respublikada payızlıq şum işlərinin davam etdirilməsi qarşıdakı əkin mövsümünə hazırlığın mühüm mərhələsidir. Ümumilikdə 20-25 min hektaradək sahənin şumlanması nəzərdə tutulur. Hazırda görülən işlər torpağın nəmliyinin və münbitliyinin qorunmasına, sahələrin vaxtında hazırlanmasına və növbəti əkinlərin agrotexniki tələblərə uyğun aparılmasına imkan yaradır. Vaxtında qaldırılan düzgün şumsa gələcək məhsuldarlığın əsasını formalaşdıran ilkin mərhələlərdəndir. Tərlan İbrahimova, Şəfəq Rüstəmova, Emin Babayev, NTV Xəbər.